Michael Jackson'ın doğum xəritəsində onun həm şöhrəti, eyni zamanda faciəsi yazılmışdı. Doğum xəritəsində 10-cu evində Saturnun Oxatan bürcündə olması onun şöhrətinin sərhədləri aşacağını göstərgəsi idi. Bu yerləşim isə insanı sadəcə məşhur etmir, eyni zamanda əfsanəyə çevirir. Doğum xəritəsində Şir bürcündə yerləşən bir neçə planet steliumu isə onun səhnə, yaradıcılıq üçün dünyaya gəldiyinin göstərgəsi idi. Xəritədə bu qədər Şir bürcü enerjisi insanların diqqətini özünə çəkmədən yaşaya bilməz. Bütün bu yaradıcılığın və səhnənin içində isə Ay bürcü balıq insanı, həssas, fədakar və qayğıkeş. Ay bürcü balıq olan insanlar çox zaman reallıqdan uzaqda, sakit bir həyat yaşamaq istəyirlər. Sonda isə səninlə onun doğum xəritəsi barədə ən qəribə və ən maraqlı detalı bölüşəcəm. Michael Jackson'ın 8-ci evində Neptun planeti yerləşir. Neptun illüziyalar, dərman və zəhərlənmələrlə bağlantılıdır və elə onun həyatı da dərman səbəbi ilə faciəvi şəkildə bitmişdi. Doğum xəritəsi bir insanın həyat işığını, eyni zamanda kölgəsini göstərir.